Hamıya salam, hörmətli izləyicilər. Bugün biz Mospet tətbiqində aviator oyunu oynayacağıq. İlk olaraq daxil oluruq Mospetə və burada 3 xəttə basıb aviator qırmızı hərflərlə yazılıb ora daxil oluruq. Mospet tətbiqindən bizi göndərir brauzerə və oyun burada açılır. İlk olaraq bizim yuxarıda göstərir balansımızı, əmsalları və buna bassaq raundların tarixçəsi göstərir, köhnə əmsalları. Burada baxmaq olar hansı əmsallar nə vaxt gəlib. Və indiki əmsal qutardı 6.36-dan. Oyunun qaydası belədir. Aşağıda gördüyünüz ümumi mərclərdir. Neçə nəfər mərc etdi və neçə manatdan. Bəli, belə də şeylər olur. Samolyot başlayan kimi uçur və 1.03 əmsalda uça bilərik. Gəlin indi 60 qəpik mərc eləyək və sizə oyunu başa salın. Samolyot uçur və vaxtında nəqdləşdirə bilsəniz udursunuz. Amma çatdırmasanız udursunuz. Məsəl üçün 1.25 əmsalda uçdu və mən nəqdləşdirə bilmədim. Buna görə uduzdum. Gəlin indi 1 manat 20 qəpik 1 və 40 qəpik 1. 2 dənə mərc birdən edək. Bunu nə üçün edirəm? İndi sizə başa salacağım. Birincini 1.60-da nəqdləşdirəcəyik və əla alındı. Elə bil qoyduğumuz pulu qaytardıq və 40 qəpik gözləyirik. Böyük əmsalı qalxsın. Bu belə bir taktikadır. Mən işlədirəm həmişə. Aha, uçub getdi 2.66-da. Yəni bu o deməkdir ki, öz pulumu qaytarıram və artıq 40 qəpik var. O öz-özün işləyir, öz-özün üçün işləyir. Udursam da ziyana getmirəm. Gəlin 5 manat 1.60 qəpik 1 eləyək. 6 manatda nəqdləşdirək, əla alındı və 60 qəpik özü üçün uçsun. Görək neçə kimi qalxacaq və əla. 1 manat 16 qəpik də buradan qazancı oldu. Bunu əsas gəlir mənbə kimi qəbul etməyin. Burada bəxt var, yəni bütün pulunuzu bura vurmayın. 100% udmaq olmur. Sadəcə günə 10-15 manat artıq ikinci gəlir kimi istifadə edə bilərsiniz. Gəlin 4 manat 20 qəpik 1 manat 1 mərc edək. Görək indi necə alınır. Aha, qalxır. 6-da nəqdləşdirəcəm. Alınsa əla və 1 manatda biraz qalxsın. 2 də alınmadı. 1.88 uçdu, amma yenə də xeyri deyil. Videonun altında link qoyacağım sizə. Oradan qeydiyyatdan keçib oyunu oynasanız sizə bonus verəcək. Ən azı 3 manat yükləməlisiniz və çıxarış üçün 30 manat lazımdır. İndi mən balansımı 30 manata qaldıracağım. Sizə çıxarış qaydasını göstərəcəm. Qalxıb əla 2 manat 14 uduş buradan. Artıq 30 manata yaxınlaşırıq. 30 manat olanda sizə necə çıxartmaq lazımdır onu da video çəkəcəm. Aha, və qalxır, samolyot hələ də uçur. Bu dəfə yaxşı getdi, bilsəydim 1 manat saxlayardım. Amma mən çox vaxt böyük əmsalları dalıca qaçmıram. Çalışıram dəqiq olsun, yəni 2-yə kimi çıxardıram, 2 uzaq 3. Aha, 15 əmsal. Və gəlin indi yenə də 5 manat və 40 qəpik mərc edək. 6 olan kimi nəqdləşdirəcəm. Hətta biraz tez və qalx. Bunu gözləmək olar böyük əmsala kimi, amma uçdu. Bəli, gördüyünüz kimi aşağıdakı oyuncular da hamısı uduzdu. Gəlin indi belə eləyək. Sadəcə 67 qəpik mərc edərək hiss edirəm tez uçacaq samolyot bu dəfə. Qalx. 1 manata kimi heç olmasa. Əla, 1 manat nəqdləşdirdik və 29 azayın artıq balansımız var. 5 dəqiqə ərzində 5 manat qaldırdıq. Yeni raundu gözləyək və gəlin 5 manat 20 qəpik mərc edək. 5 manatı tez çıxardacam 6 olan kimi və 20 qəpik gözləyək qalxsın və nəqdləşdirək 30 manat artıq oldu. Əla, indiki balansımızı nəqdləşdirə bilərik, kartımızı ata bilərik. Görək neçə kimi qalxacaq samolyot və oyundan çıxaq. 4.50. Əla, indi daxil oluruq Mospetə və 3 xəttə basıb burada girdik hesabımıza və vəsait çıxarışı var. Vəsait çıxarışına basırıq. Buradan seçirik çıxarış üsulun. Kartdırsa Smart Pay. Kartınızın üstündəki ad və soyadı qeyd edirsiniz. Və aşağıda bankı seçirsiniz. Məsəl üçün Kapital Bank və kartın nömrəsini qeyd edirsiniz. Bunu qeyd edəndən sonra davam et düyməsinə basırıq. Ayla illi yazaq. Və gördüyünüz kimi yazılıb. Minimum çıxarış 30 azayın. 30 azayın yazılıb və davam et. Əla, əməliyyat qəbul olundu və proses üçün gözləyir. Gördüyünüz kimi mən çox pul çıxartmışam. Yəni uzun müddətdir oynayıram. Tez videolar buraxılacaq, paylaşılacaq başqa oyunlardan da və sizə taktikalar veriləcək. Sağ olun, uğurlar.